Hər kəsə salam. Bürclərin 28 iyul proqnozuna baxırsınız. Uğurlar. Qoç. Bugünkü gün sizin üçün adi bir çərşənbə axşamı deyil, sanki daxilinizdə saxladığınız o böyük enerjinin partlayış nöqtəsidir. Uzun müddətdir gözlədiyiniz, kənardan müşahidə etdiyiniz və ya sadəcə uyğun zamanı arzuladığınız məqamlar nəhayət ki, hərəkətə keçir. Kainat sizdən cəsarət tələb edir, amma bu cəsarət kar-karana risk etmək yox, hara getdiyini dəqiq bilmək deməkdir. Bugün hisslərinizi gizlətmək və ya görəsən o nə düşünər deyə tərəddüd etmək vaxtı deyil. Əgər subaysınızsa, gözlənilməz bir məkanda, bəlkə də hər gün keçdiyiniz sıradan bir küçədə, qəhvə növbəsində və ya işlə bağlı bəsit bir ünsiyyət zamanı diqqətinizi çəkən biri ilə qarşılaşa bilərsiniz. Qarşı tərəfin sizdə buraxacağı təsir müvəqqəti olmayacaq, çünki bugün daxili maqnetizminiz pik həddədir. Münasibəti olan qoçlar üçün isə bugün açıq kartlarla oynamaq günüdür. İkiniz arasında uzun müddətdir üstü örtülü qalan, lakin hər fürsətdə gərginlik yaradan o kiçik məsələni nəhayət ki, masaya yatırmağın vaxtı çatıb. Səmimiyyətiniz qarşı tərəfi müdafiə mövqeyindən çıxaracaq. Birlikdə vaxt keçirmək, bəlkə də axşam saatlarında plansız bir gəzintiyə çıxmaq aranızdakı o ilk günlərin həyəcanını bərpa edə bilər. Unutmayın, bugün romantika böyük hədiyyələrdə deyil, bir-birinizi dinləmək bacarığınızdadır. İş yerində diqqətlər tam olaraq sizin üzərinizə yönələcək. Liderlik keyfiyyətləriniz bugün öz-özünə üzə çıxır. Ətrafınızdakı insanların tərəddüd etdiyi, qərar verməkdə çətinlik çəkdiyi layihələrdə məsuliyyəti üzərinizə götürməkdən çəkinməyin. Sizin təklif edəcəyiniz orijinal iddia və ya problemlərdən çıxış yolu rəhbərliyin gözündən qaçmayacaq, lakin bir xəbərdarlıq, tək başına qəhrəmanlıq etməyə çalışmayın. Komanda yoldaşlarınızın da fikirlərinə dəyər verin, çünki sizin enerjiniz bəzən başqalarına sərt və ya təzyiq edici gələ bilər. Əgər yeni bir işə başlamaq, müqavilə bağlamaq və ya biznesinizi genişləndirmək fikriniz varsa, bugünkü danışıqlar çox məhsuldar keçəcək. Şəxsi ambisiyalarınızı soyuqqanlılıqla birləşdirsəniz, günün sonunda böyük bir zəfər hiss edəcəksiniz. Maliyyə mövzusunda bugün həm imkanlar, həm də tələlər yan-yana addımlayır. Əlinizə gözlənilməz bir məbləğ keçə bilər. Bu, keçmişdə gördüyünüz bir işin bəhrəsi, bonus və ya kiminsə sizə olan borcunu qaytarması ola bilər. Lakin bu pulun gəlişi sizdə dərhal xərcləmək həvəsi yaratmamalıdır. Bugünkü planet düzülüşü emosional alış-verişə meyilliliyi artırır. Sırf əhvalınızı qaldırmaq üçün həqiqətən ehtiyacınız olmayan baha əşyalara pul xərcləməkdən çəkinin. Bunun əvəzinə gələcək üçün bir sərmayə planı qurmaq və ya gəlirlərinizi necə artıracağınız barədə düşünmək daha ağlabatandır. Maliyyə savadlılığınızı göstərmək üçün əla gündür. Bədəniniz bugün yüksək tonusdadır, lakin bu enerjini haraya yönəldəcəyiniz çox vacibdir. Əgər fiziki aktivliklə məşğul olmasanız, bu enerji daxili gərginliyə, baş ağrılarına və ya əsəbiliyə çevrilə bilər. İdman zallarına getmək, açıq havada qaçış və ya intensiv gəzinti bugün sizə həm fiziki, həm də ruhən çox yaxşı təsir edəcək. Gün ərzində su qəbuluna xüsusi diqqət yetirin və qəhvə qəbulunu normada saxlayın. Çünki onsuz da yüksək olan təzyiqinizi və ya nəbzinizi daha da artırmaq istəməzsiniz. Axşam saatlarında isə zehninizi söndürməyi bacarmalısınız. Ekranlardan uzaq durmaq və sakit bir mühitdə istirahət etmək yuxu keyfiyyətinizi artıracaq. Buğa. Bugünkü gün sizin üçün daxili rahatlıq, sabitlik və həyatın təbii ritmindən həzz almaq günüdür. Son zamanlar ətrafınızda baş verən təlaş, tələskənlik və qeyri-müəyyənliklər sanki bir anlıq dayanır və sizə nəfəs almaq üçün ideal bir şərait yaradır. Torpaq enerjisinin gücü ilə ayaqlarınızın yerə daha möhkəm bastığını hiss edəcəksiniz. Bugün tələsmək yoxdur, əksinə addımlarınızı tənbəlliklə deyil, dərin bir şuurluluqla atmaq sizə böyük üstünlük qazandıracaq. Kainat sizə təbiətin və anın dadını çıxarmağı pıçıldayır. Münasibətlər cəbhəsində bugün sədaqət, etibar və toxunma hissi ön plana çıxır. Əgər bir münasibətiniz varsa, qarşı tərəfə verəcəyiniz ən böyük hədiyyə sadəcə onun yanında olmaq, onu dinləmək və varlığınızı hiss etdirməkdir. Birlikdə evdə hazırladığınız sakit bir şam yeməyi, sevimli musiqinizin sədaları altında keçən söhbətlər və ya sadəcə sakit bir məkanda əl-ələ gəzmək aranızdakı emosional bağı inanılmaz dərəcədə möhkəmləndirəcək. Şübhələri və keçmiş gərginlikləri kənara qoyun. Qarşı tərəfin sizə olan sevgisini kiçik, amma səmimi diqqət jestlərində görəcəksiniz. Subay buğalar üçün isə bugün vizual və hissiyatlı cazibənin yüksək olduğu bir gündür. Sizin o sakit, təmkinli və güvən verən daxili duruşunuz ətrafınızdakı insanların diqqətini çəkir. Xüsusilə incəsənət, təbiət, kulinariya və ya rahatlıqla bağlı məkanlarda, məsələn, bir sərgi zalında, rahat bir kafedə və ya parkda tanış olacağınız biri ilə aranızda ani bir istilik yarana bilər.
Səthi söhbətlər sizə görə deyil, bugün qarşılaşacağınız insanla daha dərin, real və gələcəyi olan bir bağın təməli qoyula bilər. İş həyatında bugün sizin ən böyük silahınız səbriniz və detallara verdiyiniz diqqətdir. Başqalarının tələsik qərarlar verib xətalar etdiyi bir vaxtda siz soyuqqanlılığınızı qoruyacaq və məsələnin kökünə nüfuz edəcəksiniz. Yarımçıq qalmış layihələri tamamlamaq, sənədləşmə işlərini qaydaya salmaq və ya uzun müddətli strategiyalar cızmaq üçün bundan daha uğurlu bir gün ola bilməz. Rəhbərlik və ya biznes tərəfdaşlarınız sizin bu etibarlı duruşunuzu yüksək qiymətləndirəcək. Əgər sizdən hər hansı bir məsələdə təcili qərar tələb olunarsa, özünüzü məcbur hiss etməyin. Mənə düşünmək üçün vaxt lazımdır demək haqqınız var və bu sizin zəifliyiniz deyil, peşəkarlığınızın göstəricisi kimi qəbul olunacaq. Yaradıcı sahədə çalışan buğalar üçün isə bugün estetik zövqün və daxili ilhamın zirvədə olduğu bir zamandır. Ortaya qoyacağınız əl işləri və ya ideyalar böyük maraqla qarşılanacaq. Maliyyə məsələləri buğalar üçün həmişə vacib olub. Lakin bugün bu mövzuda xüsusi bir rahatlıq hiss edəcəksiniz. Pulun idarə edilməsi, gəlir və xərclərin balansa salınması sahəsində daxili hissiyatınız çox dəqiq işləyir. Bugün daşınmaz əmlak, uzun müddətli qazanc gətirəcək yatırımlar və ya evinizin rahatlığını artıracaq keyfiyyətli əşyalar üçün pul xərcləmək uğurlu ola bilər. Lakin unutmayın ki, keyfiyyət sevgisi bəzən lüksə aşırı düşkünlüklə qarışa bilər. Sırf gözəl göründüyü üçün büdcənizə uyğun olmayan xərcləmələr etməkdən çəkinin. Əgər gəlirlərinizi artırmaq üçün yeni bir mənbə axtarırsınızsa, bugün qarşınıza çıxan təklifləri diqqətlə dəyərləndirin. Əlinizdə olan resursları düzgün bölüşdürsəniz, gələcək maliyyə təhlükəsizliyinizi daha da möhkəmləndirəcəksiniz. Bədəniniz bugün sizdən qayğı və dincəlmək tələb edir. Son vaxtlar topladığınız yorğunluq əzələlərinizdə, xüsusən də boyun və çiyin nahiyənizdə gərginlik şəklində özünü göstərə bilər. Masaj olunmaq, ilıq vannada vaxt keçirmək və ya sadəcə rahat bir yerdə uzanıb bədəninizi rahatlatmaq sizə möcüzəvi şəkildə yaxşı gələcək. Boğaz nahiyəniz bugün daha həssas ola bilər. Buna görə də soyuq içkilərdən uzaq durmaq və səs tellərinizi çox yormamaq tövsiyə olunur. Qidalanma mövzusunda isə bugün tam bir gürmesiniz. Ağır və yağlı yeməklərdən qaçaraq təbii, təzə və vitaminlərlə zəngin qidalara üstünlük verin. Bədəninizi dinləyin, o sizə nəyə ehtiyacı olduğunu tam olaraq deyəcək. Əkizlər. Bugünkü gün sizin üçün sözün əsl mənasında zehni fırtına və sürətli informasiya axını günüdür. Hava elementinin verdiyi o yüngüllük, çeviklik və maraq hissi daxilinizdə yeni bir qığılcım yandırır. Beyniniz eyni anda bir neçə istiqamətdə işləyir, ideyalar bir-birini əvəz edir və siz hər şeyi eyni anda kəşf etmək istəyirsiniz. Ətrafınızdakı insanlarla ünsiyyət qurmaq, yeni məlumatlar öyrənmək, fərqli mövzularda müzakirələr aparmaq üçün bundan daha dinamik bir gün ola bilməz. Bugün sizin sözləriniz sehirli bir gücə malikdir, düzgün cümlələrlə bağlı qapıları aça bilərsiniz. Münasibətlər cəbhəsində bugünün əsas açarı intellektual bağ və şən ünsiyyətdir. Əgər bir münasibətiniz varsa, partnerinizlə dərin, maraqlı və yumorlu söhbətlər etmək aranızdakı gərginliyi anında yox edəcək. Birlikdə yeni bir mövzunu müzakirə etmək, gələcək səyahət planları qurmaq və ya sadəcə uşaq kimi zarafatlaşmaq hisslərinizi təzələyəcək. Qarşı tərəfə yalnız sevgili kimi deyil, həm də dost kimi yanaşmağınız onun sizə daha çox bağlanmasına səbəb olacaq. Unutmayın ki, sizi darıxdıran hər şeydən uzaqlaşmaq istəyirsiniz, buna görə də münasibətinizə kiçik bir sürpriz və ya yenilik qatmaq tam zamanıdır. Subay əkslər üçün isə bugün sosial şəbəkələrdə, telefon zənglərində və ya dost məclislərində hər an yeni bir qığılcım çaxa bilər. Zəkanız, iti ağlınız və hazır cavablığınız qarşı tərəfi valeh edəcək. Bir sözlə, bugün kimsə görünüşünüzdən çox, düşüncələriniz və danışıq üslubunuzla özünüzə cəlb edəcəksiniz. Bir neçə insanla eyni anda flört etmək həvəsi yarana bilər, lakin diqqətinizi həqiqətən sizə intellektual olaraq cavab verə bilən insana yönəltməyiniz daha maraqlı macəralara yol aça bilər. İş həyatında bugün sizin parlaq gününüzdür. Danışıqlar aparmaq, təqdimatlar etmək, e-postlara cavab vermək, yeni layihələrin layihələndirilməsi və ya şəbəkələşmə, networking üçün mükəmməl imkanlar var. Çətin məsələlərə gətirəcəyiniz praqmatik və gözlənilməz həll yolları kollektivdə təəccüb yaratmaqla yanaşı, peşəkarlığınızı da sübut edəcək. Eyni anda bir neçə işi görmək, multitasking bacarığınız bugün pik həddədir. Lakin bir təhlükə var, diqqətin yayılması. Enerjinizi çox xırda işlərə bölərək əsas məqsəddən uzaqlaşmayın. Əgər yaradıcılıq, media, satış, təhsil və ya edə sahəsində çalışırsınızsa, bugünkü ideyalarınızı mütləq bir kənara qeyd edin. Hətta ilk baxışdan xəyal kimi görünən bir fikir belə yaxın gələcəkdə böyük bir uğurun təməli ola bilər. Maliyyə mövzusunda bugün hərəkətlilik gözlənilir.
Pul axını sürətlənə bilər, kiçik qazanc imkanları, gözlənilməz ödənişlər və ya əlavə iş təklifləri gündəmə gələ bilər. Lakin pulun gəlişi kimi getməsi də sürətli ola bilər. Texnoloji alətlər, kitablar, təlimlər, kurslar və ya kiçik səyahətlər üçün xərcləmələr etmək istəyəcəksiniz. Bu növdən olan xərclər əslində sizin gələcəyinizə olan sərmayədir. Buna görə də peşmançılıq yaratmayacaq. Lakin sırf gözlənilməz impulslarla, anlıq həvəslə lazımsız xırda-xuruş əşyalara pul tökməkdən çəkinin. Büdcənizi idarə edərkən ağlınızın səsini dinləyin, emosiyalarınızın yox, yüksək zehni aktivlik günün sonunda əsəb sisteminizin yorulmasına səbəb ola bilər. Beyniniz durmadan işlədiyi üçün daxili gərginlik, yuxusuzluq və ya diqqət dağınıqlığı hiss edə bilərsiniz. Ağciyərlər, tənəffüs yolları və əllər bugün daha həssasdır. Açıq havada gəzinti etmək, dərin nəfəs məşqləri və ya biraz sakitlikdə gəzişmək sizə çox yaxşı təsir edəcək. Ekran qarşısında keçirdiyiniz vaxtı məhdudlaşdırmağa çalışın. Axşam saatlarında bitki çayları içmək və zehninizi yükləyən xəbər axınından uzaq durmaq bədəninizin bərpa olunmasına kömək edəcək. Xərçəng. Bugünkü gün sizin üçün daxili aləminizə səyahət, emosional hassaslıq və intuitiv hissiyatın pik həddə çatdığı bir gündür. Suyun sakitləşdirici, lakin eyni zamanda dərin enerjisi altında özünüzü daha hissiyatlı, ətrafdakı insanların əhval-ruhiyyəsini anında tutan bir vəziyyətdə tapacaqsınız. Son günlərin gərginliyindən sonra daxili rahatlığınızı bərpa etmək, doğma məkanlarda olmaq və sevdiklərinizin istiliyini hiss etmək sizə hər şeydən çox lazımdır. Bugün intuisiya sizin ən etibarlı bələdçinizdir. Məntiqin cavab verə bilmədiyi suallara qəlbinizin səsi ilə cavab tapacaqsınız. Münasibətlər cəbhəsində bugün səmimiyyət, qayğı və dərin emosional bağlar ön plana çıxır. Əgər bir münasibətiniz varsa, qarşı tərəfə göstərəcəyiniz kiçik bir diqqət, səmimi bir qucaqlaşma və ya onun qayğısına qaldığınızı göstərən bir addım aranızdakı bütün soyuqluğu yox edəcək. Birlikdə ev mühitində sakit vaxt keçirmək, keçmiş gözəl xatirələri yad etmək və ya gələcək ailə planları haqqında konuşmaq hisslərinizi daha da derinləşdirəcək. Lakin diqqətli olun, aşırı hassaslıq səbəbindən qarşı tərəfin sıradan bir sözünü böyüdüb öz qubanıza çəkilməyə meyilli ola bilərsiniz. Emosiyalarınızı içində boğmaq əvəzinə sakincə ifadə edin. Subay xərçənglər üçün isə bugün keçmişdən gələn bir xəbər və ya kimsə gündəmə gələ bilər. Keçmişin nostaljisi sizi cəlb etsə də irəliyə baxmaq daha vacibdir. Ətrafınızda sizə gizli simpatiya bəsləyən, sizə təhlükəsizlik və samimiyyət hiss etdirən birinin varlığını fark edə bilərsiniz. Bugün yeni tanışlıqlarda xarici görünüşdən çox, qarşı tərəfin sizə verdiyi ruhsal rahatlıq və güvən hissi həlledici olacaq. İş həyatında bugün tələskənlikdən və kəskin qarşıdurmalardan uzaq durmaq zəruridir. Kollektiv daxilində baş verən xırda intriqalara və ya gərginliklərə qoşulmayın. Sizin bugün ən böyük gücünüz təmkininiz və məsələlərə emosional zəka, EQ ilə yanaşmağınız olacaq. Yaradıcılıq, psixologiya, insan resursları, dizayn və ya xidmət sahəsində çalışan xərçənglər üçün inanılmaz dərəcədə məhsuldar bir gündür. İntuisiyanız işlə bağlı hansı addımı atmalı olduğunuzu sizə pıçıldayacaq. Əgər yeni bir layihəyə başlamaq və ya vacib bir qərar vermək istəyirsinizsə, təcrübənizə və daxili hissiyatınıza güvənin. İş yerində rahat bir atmosfer yaratmaq, masanızı sənədlərdən təmizləmək və ya kolleqalarınıza dəstək olmaq günün sonunda sizə böyük daxili məmnunluq gətirəcək. Maliyyə sahəsində bugün daha ehtiyatlı və qoruyucu mövqe tutmaq lazımdır. Büdcənizi, ev və ailə xərclərinizi qaydaya salmaq üçün ideal gündür. Daşınmaz əmlak, ev təmiri və ya ailə üzvlərinin ehtiyacları ilə bağlı xərcləmələr gündəmə gələ bilər. Bu xərclər lazımlı olduğu üçün sizdə narahatlıq yaratmamalıdır. Lakin emosional boşluqları doldurmaq üçün alış-veriş etmək tələsinə düşməyin. Əhvalınız aşağı olduqda pul xərcləmək vərdişinizi bugün cilovlamalısınız. Yığım etmək, gələcək üçün bir maliyyə ehtiyatı, təhlükəsizlik yastığı yaratmaq fikri bugün sizə böyük rahatlıq verəcək. Gələcəyə yatırılan kiçik addımlar tezliklə bəhrəsini verəcək. Emosional dalğalanmalar bugün birbaşa fiziki sağlamlığınıza, xüsusən də mədə və həzm sisteminizə təsir edə bilər. Stresdən uzaq durmaq və qidalanmaya diqqət yetirmək çox vacibdir. Ağır, ədviyyatlı və mədəni yoran qidalardan qaçın, daha yüngül, sulu və təbii qidalara üstünlük verin. Bədəninizi su ilə təmasda saxlamaq, ilıq duş almaq, dəniz kənarında gəzmək və ya bol su içmək daxili enerjinizi dərhal yeniləyəcək. Axşam saatlarında mənfi xəbərlərdən və sizi yoran insanlardan uzaq durub, özünüzə vaxt ayırmaq günün bütün yorğunluğunu üzərinizdən atmağa kömək edəcək. Şiir. Bugünkü gün sizin üçün səhnənin mərkəzinə keçmək, daxili işığınızı ətrafınıza yaymaq və parlaq enerjinizi bütövlüklə nümayiş etdirmək günüdür.
Günəşin verdiyi o təbii liderlik, cəsarət və özünə inam daxilinizdə böyük bir dalğa yaradır. Əgər son vaxtlar kölgədə qaldığınızı, əməyinizin kifayət qədər qiymətləndirilmədiyini düşünürdünüzsə, bugün həmin mənzərə tamamilə dəyişir. İnsanlar sizin sözünüzə qulaq asmaq, rəhbərliyinizi izləmək və enerjinizdən faydalanmaq istəyəcəklər. Unutmayın ki, sizin ən böyük gücünüz yalnız iddialı olmağınızda deyil, həm də ətrafınızdakılara göstərdiyiniz geniş ürəklilikdə və alicənablıqdadır. Münasibətlər cəbhəsində bugün tutqu, romantika və gözəl jestlər ön plana çıxır. Əgər bir münasibətiniz varsa, partnerinizə qarşı xüsusi bir diqqət göstərmək, onu sürprizlərlə sevindirmək və ya birgə unudulmaz bir axşam planlaşdırmaq aranızdakı alovu daha da gücləndirəcək. Sevginizi bəli, böyük sözlərlə deyil, həm də real addımlarla göstərməyi sevirsiniz və qarşı tərəf bugün sizin bu diqqətinizdən valeh olacaq. Lakin diqqət yetirməli olduğunuz yeganə məqam ego toqquşmalarıdır. Hər mövzuda son sözü demək həvəsinizi cilovlayın və qarşı tərəfin də arzularına yer ayırın. Subay şirlər üçün isə bugün daxili cazibənin və maqnetizmin pik həddə çatdığı bir gündür. Daxil olduğunuz hər mühitdə baxışları üzərinizə çəkmək ehtimalınız çox yüksəkdir. Şən, özünə əmin və səmimi duruşunuz yeni bir insanın diqqətini dərhal çəkəcək. Bugün başlayacaq bir tanışlıq sıradan bir flört kimi deyil, böyük bir heyranlıq və qarşılıqlı valehliklə inkişaf edə bilər. Hisslərinizi gizlətməyin, öz təbii axınınızda olun. İş həyatında bugün təşəbbüsü ələ almaq və böyük iddiaları ortaya qoymaq zamanıdır. İdarə etmə bacarığınız, strateji baxışınız və problemlər qarşısında dik durmağınız həm iş yoldaşlarınızın, həm də rəhbərliyin diqqətindən qaçmayacaq. Əgər yeni bir layihə təqdim etmək, maaş artımı və ya vəzifə yüksəlişi haqqında danışmaq planınız varsa, bugünkü özünə inamınız sizə böyük üstünlük qazandıracaq. Lakin bir nüansa diqqət yetirin, hər şeyi ən yaxşı mən bilirəm düşüncəsinə qapılmayın. Komandanızın zəhmətini vurğulamaq və uğuru bölüşmək sizin liderlik nüfuzunuzu azaltmaz, əksinə daha da möhkəmləndirər. Yaradıcı sahələrdə təşkilatçılıq və idarə etmə işlərində çalışan şirlər üçün bugün böyük uğurlar və diqqət çəkən nəticələr vəd edir. Maliyyə sahəsində bugün özünüzə və sevdiklərinizə qarşı səxavətli olmaq istəyəcəksiniz. Şir bürcü keyfiyyəti və prestiji sevir, buna görə də daxili bir istəklə brend geyimlərə, lüks məkanlara və ya bahalı hədiyyələrə meyil edə bilərsiniz. Özünüzü şımartmaq haqqınızdır, lakin bunu edərkən uzun müddətli büdcə planınızı tamamilə unutmayın. Əgər investisiya etmək və ya biznesinizi genişləndirmək fikriniz varsa, bugünkü imkanları soyuqqanlılıqla təhlil edin. Böyük risklərə girmədən əvvəl mütəxəssis rəyi almaq faydalı olar. Gözlənilməz gəlirlər və ya keçmişdə görülmüş bir işin maddi bəhrəsini görmək ehtimalı da yüksəkdir. Yüksək enerji və həyəcan günün sonunda ürək-damar sisteminizə və bel nahiyənizə yük sala bilər. Özünüzü çox yormamağa, fiziki gücünüzü düzgün bölüşdürməyə çalışın. İdmanla məşğul olarkən həddindən artıq ağır yüklənmələrdən qaçın, bunun əvəzinə duruşunuzu düzəldən, qaməti möhkəmləndirən məşqlərə üstünlük verin. Gün ərzində açıq havada olmaq, günəş enerjisindən faydalanmaq ruh yüksəkliyinizi qoruyacaq. Lakin emosional alovlanmalara və anlıq əsəb partlayışlarına qarşı da diqqətli olun. Axşam saatlarında sakitləşdirici musiqi dinləmək və ya dostlarla xoş bir mühitdə dincəlmək günün yorğunluğunu tamamilə aparacaq. Qız, bugünkü gün sizin üçün həyatınızdakı xaosu nizam-intizama salmaq, pərakəndə qalmış düşüncələri bir araya toplamaq və detallardan mükəmməllik yaratmaq günüdür. Torpaq enerjisinin sizə bəxş etdiyi o pragmatik, analitik və sağlam düşüncə bugün hər addımınızda özünü göstərəcək. Ətrafınızdakı insanların görmədiyi kiçik xətaları, gözə dəyməyən detalları anında sezmək qabiliyyətiniz sizə həm işdə, həm də şəxsi həyatda böyük üstünlük qazandırır. Bugün sadəcə xəyal qurmaq yox, o xəyalları real, addım-addım işləyən planlara çevirmək zamanıdır. Zehninizin iti işləməsi sizə daxilən böyük bir rahatlıq və kontrol hissi verəcək. Münasibətlər cəbhəsində bugün romantikanı dahi praktiki qayğı və dəstəklə ifadə etmək meyilliliyi üstünlük təşkil edir. Əgər bir münasibətiniz varsa, partnerinizə qarşı hiss etdiyiniz sevgini pafoslu sözlərlə deyil, onun həyatını asanlaşdıracaq konkret addımlarla göstərəcəksiniz. Bir problemi birlikdə həll etmək, onun bir işinə kömək olmaq və ya onun ehtiyac duyduğu bir anda yanında olmaq aranızdakı etibarı daha da artıracaq. Lakin xırda bir xəbərdarlıq, tənqidi yanaşmanızı biraz cilovlayın. Mükəmməllik axtarışınız partnerinizin kiçik xətalarını gözünüzdə böyütməyə səbəb olmamalıdır. Məhəbbət bəzən xətaları olduğu kimi qəbul etməkdir. Subay qız bürcləri üçün isə bugün iş mühitində gündəlik işlərinizi həll edərkən və ya təhsil, sağlamlıq kimi sahələrdə yeni tanışlıqlar mümkündür.
Qarşı tərəfin xarici parıltısından çox onun zəkası, məsuliyyəti və tərbiyəsi diqqətinizi çəkəcək. Səthi və boş vədlər verən insanlardan uzaq durmaq istəyiniz sizi daha real və ciddi niyyətli insanlara tərəf yönəldəcək. Qarşılaşacağınız kimsə ilə aranızda təmkinli, amma çox sağlam bir ünsiyyət başlaya bilər. İş həyatında bugün sizin tam mənasında ulduzunuz parlayır. Analitik təhlil, planlaşdırma, hesabatların hazırlanması, sənədləşmə və ya dəqiqlik tələb edən hər bir işdə üstün performans göstərəcəksiniz. Başqalarının diqqətindən qaçan bir səhvi aşkar etməyiniz və ya böhranlı bir vəziyyətdən ən məntiqli çıxış yolunu tapmağınız rəhbərliyin gözündə dəyərinizi bir daha sübut edəcək. Əgər masanızda, layihələrinizdə və ya planlarınızda bir qarışıqlıq varsa, bugünü təmizlik və nizam yaratmağa həsr edin. Strategiyanızı yenidən nəzərdən keçirmək gələcəkdə böyük vaxt itkisinin qarşısını alacaq. İş yoldaşlarınız sizdən məsləhət almaq üçün qapınızı döyə bilərlər, onlara yol göstərmək liderlik nüfuzunuzu daha da artıracaq. Lakin hər şeyi tək başına üzərinizə götürüb özünüzü həddindən artıq yükləməyin, vəzifələri bölüşdürməyi bacarın. Maliyyə sahəsində bugün tutumlu, ehtiyatlı və hesablı addımlar atacaqsınız. Büdcənizi diqqətlə nəzərdən keçirmək, lüzumsuz xərcləri kəsmək və gələcək maliyyə planlarını dəqiqləşdirmək üçün ideal bir zamandır. Pulunuzu haraya və necə xərclədiyinizi dəqiq bilmək sizə daxili güvən bəxş edəcək. Gözlənilməz xərclərin qarşısını almaq üçün bugün hər hansı bir böyük investisiya və ya riskli maliyyə əməliyyatından uzaq durmaq yaxşı olar. Shopping zamanı yalnız həqiqətən ehtiyacınız olan uzunömürlü və keyfiyyətli əşyalara üstünlük verəcəksiniz. Əgər sizə borcu olan kimsə varsa, bugün həmin məsələni nəzakətlə xatırlatmaq faydalı nəticə verə bilsə də, yeni borc verməkdən çəkinməyiniz tövsiyə olunur. Sağlamlıq mövzusu bugün gündəminizin ön sırasındadır. Bədəninizin verdiyi siqnallara qarşı xüsusilə həssas olacaqsınız. Həzm sistemi, bağırsaqlar və sinir sistemi bugün ekstra diqqət tələb edir. Düzgün və vaxtında qidalanmaq, işlənmiş və ağır qidalardan uzaq durmaq gün ərzində enerjinizi yüksək saxlamağa kömək edəcək. Həddindən artıq hər şeyi düşünmək, overthinking və hər şeyi kontrol etmək istəyi zehni yorğunluğa yol aça bilər. Özünüzə dincəlmək üçün icazə verin. Açıq havada yürüyüş etmək, bitki çayları içmək və ya yüngül gərmə, stretching məşqləri etmək daxili gərginliyi götürəcək. Bədəninizlə zehniniz arasında balansı qorumaq bugünün ana açarıdır. Tərəzi. Bugünkü gün sizin üçün daxili tarazlığı bərpa etmək, ətrafınızda gözəllik və harmoniya yaratmaq, eləcə də insanlarla münasibətlərdə kəsişmə nöqtələrini tapmaq günüdür. Venera enerjisinin sizə bəxş etdiyi o təbii estetika zövqü, zəriflik və diplomatiya bacarığı bugün hər addımınızda özünü aydın şəkildə büruzə verəcək. Son günlərdə yaşadığınız tərəddüdlər, qararsızlıqlar və daxili çəkişmələr sanki yerini daha aydın bir baxışa verir. Əgər həyatınızın hər hansı bir sahəsində ədalətsizlik və ya uyğunsuzluq hiss edirdinizsə, bugün həmin tərəziləri yenidən bərabərləşdirmək üçün mükəmməl fürsətlər yaranacaq. Sizin daxili dinc duruşunuz ətrafınızdakı gərginlikləri də avtomatik olaraq yumşaldacaq. Münasibətlər cəbhəsində bugün romantika, qarşılıqlı anlayış və estetik xatirlər ön plana çıxır. Əgər bir münasibətiniz varsa, partnerinizlə aranızdakı emosional bağı daha da gücləndirmək üçün ideal gündür. Birlikdə gözəl bir mekanda axşam yeməyi yemək, incəsənətlə bağlı bir tədbirə qatılmaq və ya sadəcə estetik mühitdə samimi söhbət etmək ruhunuzu oxşayacaq. Qarşı tərəfə dinləyici kimi yanaşmağınız və onun hisslərinə dəyər verməyiniz aranızdakı etibarı pik nöqtəyə çatdıracaq. Lakin diqqət yetirin, sırf münaqişədən qaçmaq üçün öz həqiqi istəklərinizi gizlətməyin. Sülhməramlı olmaq öz haqqınızdan imtina etmək anlamına gəlməməlidir. Subay tərəzilər üçün isə bugün vizual cazibənin və sosial ünsiyyətin çox yüksək olduğu bir zamandır. Daxil olduğunuz mühitdə nəzakətiniz, geyim tərziniz və xoş nitqinizlə baxışları üzərinizə toplayacaqsınız. Yeni bir tanışlıq tamamilə təsadüfi bir sosial mühitdə və ya dost məclisində baş verə bilər. Qarşılaşacağınız insanla aranızda ilk andan güclü bir intellektual və estetik uyğunluq hiss edə bilərsiniz. Hisslərinizi təbii axınına buraxın, süni gərginliklərə ehtiyac yoxdur. İş həyatında bugün diplomatiya, danışıqlar aparmaq, tərəfdaşlıqlar qurmaq və müqavilələr imzalamaq üçün inanılmaz dərəcədə uğurludur. Kollektiv daxilində yaranan fikir ayrılıqlarında siz bir tərəf və ədalətli bir hakimlər kimi çıxış edərək tərəfləri barışdıra bilərsiniz. Sizin bu vasitəçilik bacarığınız rəhbərliyin və tərəfdaşların gözündə nüfuzunuzu daha da artıracaq. Əgər dizayn, moda, hüquq, para, incəsənət və ya müştəri xidmətləri sahəsində çalışırsınızsa, bugünkü ideyalarınız və təqdimatlarınız böyük alqışla qarşılanacaq. Qərarlar verərkən həddindən artıq tərəddüd etməkdən çəkinin.
Variantları tərəziyə qoyub təhlil etdikdən sonra məntiqinizə və daxili hissiyatınıza güvənərək ilk addımı atın. Tərəfdaşlıqla görülən işlər bugün tək başına atılan addımlardan daha çox gəlir və uğur gətirəcək. Maliyyə sahəsində bugün balans qorunur, lakin estetik zövqlər üçün xərcləmələr artırıla bilər. Evinizin bəzədilməsi, qardrobunuzun yenilənməsi, baxım prosedurları və ya incəsənət əşyaları üçün pul xərcləmək həvəsiniz yüksək olacaq. Bu xərclər sizə mənəvi zövq versə də, ayın ümumi büdcəsini nəzərdən qaçırmamaq vacibdir. Əgər şərikli biznesiniz varsa və ya kiminləsə ortaq maliyyə layihəsi yürütürsünüzsə, bugünkü danışıqlar hər iki tərəf üçün də əlverişli şərtlərlə yekunlaşacaq. Gözlənilməz kiçik gəlirlər və ya hədiyyələr almaq ehtimalınız da var. İnvestisiya mövzusunda riskli addımlardan uzaq durub, daha sabit və etibarlı sahələrə yönəlmək uzun müddətdə qazanc gətirəcək. Sağlamlıq mövzusunda bugün böbrəklər, bel nahiyəsi və sulduz balansı xüsusi diqqət tələb edir. Gün ərzində bol su içmək, böbrəkləri yoran həddindən artıq duzlu və ya tünd içkilərdən uzaq durmaq tövsiyə olunur. Bədəninizin daxili balansını qorumaq fiziki əhvalınıza birbaşa təsir edəcək. Emosional baxımdan isə ətrafınızdakı mənfi enerjili insanlardan və hayküylü mühitlərdən uzaq durmağa çalışın. Sakit musiqi dinləmək, interyerinizdə kiçik estetik dəyişikliklər etmək və ya yüngül yoga pilates məşqləri etmək daxili dincinizi bərpa edəcək. Ruhunuzu və bədəninizi eyni anda qidalandırmağı unutmayın. Əqrəb. Bugünkü gün sizin üçün dərin transformasiya, daxili gücün reallaşması və gizli qalan həqiqətlərin su üzünə çıxması günüdür. Su elementinin sizə verdiyi o kəskin hissiyat, sirli cazibə və sarsılmaz iradə bugün hər addımınızda özünü göstərəcək. Son zamanlar səbirlə gözlədiyiniz, kənardan sakitcə müşahidə etdiyiniz və ya strateji planlar qurduğunuz məsələlərdə nəhayət ki, hərəkətə keçmək zamanı gəldi. Ətrafınızdakı insanların səmimiyyətsizliyini və ya gizli niyyətlərini gözlərindən oxuyacaqsınız. Bugün səthi görünüşlər sizi aldata bilməz, siz hər şeyin kökünə, mahiyyətinə varacaqsınız və bu daxili güc sizə böyük bir üstünlük verəcək. Münasibətlər cəbhəsində bugün yarımçıq hisslərə, süni jestlərə yer yoxdur. Ya tam bağlılıq, ya da heç nə, sizin bugünkü emosional şüarınız budur. Əgər bir münasibətiniz varsa, partnerinizlə aranızda tutqulu, dərin və samimi bir yaxınlaşma yaşana bilər. Bir-birinizə olan inamı bərpa etmək, uzun süredir içdə saxlanılan arzuları və ya qayğıları bölüşmək üçün çox uyğun gündür. Lakin diqqətli olun, qısqanclıq, aşırı nəzarət etmək həvəsi və ya keçmiş səhvləri təkrar gündəmə gətirmək aranızda lüzumsuz gərginlik yarada bilər. Güvənməyi bacarmaq sizin bu günlərdə ən böyük imtahanınızdır. Subay əqrəblər üçün isə bugün daxili maqnetizmin maksimum olduğu bir zamandır. Sözün əsl mənasında baxışlarınızla, sirli duruşunuzla qarşı tərəfi özünüzə cəlb edəcəksiniz. Yeni bir tanışlıq sıradan bir söhbətlə deyil, gözlənilməz bir baxışla, dərin bir mövzunun müzakirəsi ilə başlaya bilər. Qarşılaşacağınız insan sizdə böyük bir merak uyandıracaq. Hisslərinizi dərhal açmayın, oyunun qaydalarını özünüz təyin edin, çünki bu sirli havanız sizin ən böyük silahınızdır. İş həyatında bugün strateji düşünmək, araşdırmaq və böhranlı vəziyyətlərdən qalib çıxmaq günüdür. Mürəkkəb problemlər, başqalarının həll edə bilmədiyi düyünlər və ya gizli qalmış detallar tam olaraq sizin sahənizdir. Təhlil etmək, rəqiblərin gələcək addımlarını əvvəlcədən hesablamaq və vakuumda olan layihələri yenidən canlandırmaq üçün ideal zamandır. Rəhbərlik və ya biznes tərəfdaşlarınız sizin soyuqqanlılığınızı və cəsarətinizi yüksək qiymətləndirəcək. Əgər gizli tutduğunuz yeni bir layihə və ya biznes planı varsa, onun təməllərini atmaq üçün uğurlu gündür. Lakin kartlarınızı dərhal masaya qoymayın, doğru zamanı gözləyin. Maliyyə, audit, təhlükəsizlik, psixologiya və ya araşdırma sahəsində çalışan əqrəblər üçün bugün böyük peşəkar uğurlar vəd edir. Maliyyə sahəsində bugün şərikli pullar, kreditlər, investisiyalar, sığorta və ya miras kimi mövzular gündəmə gələ bilər. Başqaları ilə ortaq olan maliyyə resurslarınızı qaydaya salmaq, borcları bağlamaq və ya gələcək üçün riskli olmayan yatırımlar haqqında düşünmək üçün əla gündür. İntuisiyanız maliyyə məsələlərində də sizə düzgün yolu göstərəcək. Gözlənilməz bir qazanc imkanı və ya keçmişdə etdiyiniz bir investisiyanın bəhrəsini görmək ehtimalınız var, lakin anlıq hırsla riskli qumar və ya spekulyativ maliyyə əməliyyatlarından uzaq durun. Pulunuzu qorumaq və onu səmərəli şəkildə artırmaq üçün strateji addımlar atın. Bədəninizdə yüksək bir transformasiya enerjisi var. Bugün reproduktiv sistem, cinsi sağlamlıq və immun sistemi ekstra diqqət tələb edir. Bədəninizdə toplanan toksinlərdən, daxili gərginlikdən və bastırılmış emosiyalardan təmizlənmək üçün detoks proqramlarına başlamaq və ya bol su qəbul etmək çox faydalı olacaq. Zehni olaraq özünüzü yormamaq üçün kin,
Qisas və ya mənfi düşüncələrdən azad olmağa çalışın. İntensiv məşqlər, bokslar, döyüş sənətləri və ya dərin yoga məşqləri daxilinizdəki o böyük enerjiyi müsbət kanala yönəltməyə kömək edəcək. Axşam saatlarında tək qalıb dincəlmək ruhunuzu yeniləyəcək. Ox atan. Bugünkü gün sizin üçün ufqləri genişləndirmək, daxili azadlıq hissini sonuna qədər yaşamaq və yeni macəralara yelkən açmaq günüdür. Yupiter enerjisinin sizə verdiyi o nikbinlik, geniş dünya görüşü və tüstüsüz yaşamaq həvəsi bugün hər addımınızda özünü aydın şəkildə göstərəcək. Son zamanlar gündəlik rutinlərin və sıxıcı öhdəliklərin arasında sıxılıb qaldığınızı hiss edirdinizsə, bugün daxilinizdəki o alovlu, nikbin ruh yenidən canlanır. Ətrafınızdakı insanlara ilham vermək, böyük xəyallar qurmaq və həyatın gətirdiyi fürsətləri tərəddüdsüz qarşılamaq üçün mükəmməl bir zamandır. Kainat sizə inamla irəli getməyi və məhdudiyyətləri aşmağı pıçıldayır. Münasibətlər cəbhəsində bugün samimiyyət, azadlıq və birlikdə kəşf etmək ehtirası ön plana çıxır. Əgər bir münasibətiniz varsa, partnerinizlə rutin fəaliyyətlərdən uzaqlaşmaq aranızdakı bağı inanılmaz dərəcədə canlandıracaq. Birlikdə plansız bir səfərə çıxmaq, fərqli bir məkanın atmosferini hiss etmək və ya gələcək böyük planlar haqqında dərin, fəlsəfi söhbətlər etmək hisslərinizi təzələyəcək. Sizin bugün qarşı tərəfə verəcəyiniz ən böyük hədiyyə ona bəxş edəcəyiniz azadlıq mühiti və nikbin əhval-ruhiyyədir. Lakin diqqət yetirin, verdiyiniz böyük sözlərin arxasında durmağa çalışın və partnerinizin hisslərinə qarşı həddindən artıq açıq sözlü olub onu istəmədən incitməyin. Subay ox atanlar üçün isə bugün xarici ölkələr, fərqli mədəniyyətlər, təhsil mühitləri və ya səyahətlər zamanı gözlənilməz tanışlıqlar vəd edir. Daxili enerjiniz, yumor hissiniz və özünə əmin duruşunuz ətrafdakı insanların diqqətini anında çəkəcək. Sizi darıxdırmayan, sizinlə eyni sürətdə düşünən və həyata geniş pəncərədən baxan biri ilə qarşılaşmaq ehtimalınız çox yüksəkdir. Hisslərinizi süni çərçivələrə salmayın, axına buraxın və anın dadını çıxarın. İş həyatında bugün strateji hədəflər müəyyənləşdirmək, xarici tərəfdaşlarla əlaqələr qurmaq, təhsil, media və ya beynəlxalq proyektlər üzərində işləmək üçün möhtəşəm bir gündür. Sizin vizyonunuz genişdir, başqalarının ilişib qaldığı xırda detallara takılmadan məsələnin böyük mənzərəsini görə bilmək bacarığınız rəhbərliyin və tərəfdaşların nəzərindən qaçmayacaq. Təşəbbüskar olun və yeni ideyalarınızı çəkinmədən ortaya qoyun. Sizin həvəsiniz və inamınız kollektivi də arxanızca aparacaq gücdədir. Lakin bir xəbərdarlıq, böyük rəsmi görərkən xırda, lakin vacib texniki detalları gözəldən qaçırmayın. Əgər müqavilə imzalayacaqsınızsa və ya vacib bir sənəd üzərində işləyirsinizsə, detalları 2 dəfə yoxlamaq və ya bir mütəxəssislə məsləhətləşmək faydalı olar. Maliyyə mövzusunda bugün riski düzgün qiymətləndirmək vacibdir. Qazanc imkanlarınız genişdir, xüsusilə də ticarət, təhsil, turizm və ya onlayn layihələr sahəsində çalışan ox atanlar üçün uğurlu maliyyə axını gözlənilir. Daxilinizdəki o cəsarətli ruh sizə yeni sərmayələr haqqında düşünməyə sövq edə bilər, lakin eyni zamanda həddindən artıq optimizm böyük və ehtiyatsız xərcləmələrə yol aça bilər. Sırf anlıq həvəslə, gələcəyə güvənərək büdcənizi aşan lüks xərclər etməkdən və ya riskli maliyyə macəralarına atılmaqdan çəkinin. Pulunuzu gələcəkdə sizə inkişaf getirəcək sahələrə, xüsusən də təhsilə, şəxsi inkişafa və səyahətlərə yönəltmək ən doğru yatırımdır. Bədəninizdə bugün yüksək bir dinamika və hərəkətlilik var, bud nahiyəsi. Qaraciyər və oynaqlar bugün ekstra diqqət tələb edir. İntensiv fiziki aktivlik, açıq havada idman, gəzinti və ya təbiətdə vaxt keçirmək sizə həm fiziki, həm də mənəvi olaraq çox böyük enerji verəcək. Qidalanma mövzusunda isə aşırıya qaçmamağa çalışın. Ziyafətlər, ağır və yağlı yeməklər qaraciyərinizə yük sala bilər, buna görə də təbii, vitaminli və yüngül qidalara üstünlük verin. Zehninizi gələcək qayğıları ilə yormayın, idman və hərəkətlə daxili gərginliyi xaric edin. Oğlaq. Bugünkü gün sizin üçün zirvəyə gedən yolda nizam-intizamı bərpa etmək, uzun müddətli hədəfləri yenidən nəzərdən keçirmək və möhkəm təməllər atmaq günüdür. Saturnun sizə bəxş etdiyi o sarsılmaz iradə, ciddiyyət və məsuliyyət hissi bugün hər addımınızda özünü aydın şəkildə büruzə verir. Əgər son zamanlar ətrafınızda baş verən xaos və ya intizamlılığın olmaması sizi yorurdusa, bugün hər şeyi öz yerinə qoymaq üçün lazım olan daxili gücü tapacaqsınız. Sizin üçün heç bir uğur təsadüfi deyil, hər bir nəticə təmkinlə, səbrlə və zəhmətlə əldə olunur. Bugünkü planet düzülüşü zəhmətinizin bəhrəsini almaq üçün sizə real şanslar vəd edir. Münasibətlər cəbhəsində bugün səthi duyğulardan və boş vədlərdən uzaq durmaq istəyəcəksiniz. Sizin üçün sevgi yalnız romantik sözlər deyil, həm də etibar, sədaqət və gələcəyə birlikdə inamla baxmaq deməkdir.
Əgər bir münasibətiniz varsa, partnerinizlə gələcək planları, ailə büdcəsini və ya birgə həyatın praktiki tərəflərini müzakirə etmək üçün çox uğurlu gündür. Qarşı tərəfə verdiyiniz güvən hissiyatı aranızdakı bağı daha da möhkəmləndirəcək. Lakin bir nüansa diqqət yetirin, duyğularınızı göstərməkdə həddindən artıq soyuq və ya məsafəli görünməyin. Bəzən kiçik bir səmimi təbəssüm və ya isti bir qucaqlaşma böyük məntiqli cümlələrdən daha təsirli olur. Subay oğlaqlar üçün isə bugün iş, biznes və ya rəsmi mühitlərdə diqqət çəkən tanışlıqlar mümkündür. Qarşı tərəfin duruşu, məsuliyyətli olması və həyata ciddi yanaşması diqqətinizi çəkəcək. Sizi yüngül flörtlər deyil, köklü və gələcəyi olan münasibətlər cəlb edir. Bugün başlayacaq bir ünsiyyət zamanla çox sağlam və etibarlı bir tərəfdaşlığa və ya dərin bir sevgiyə çevrilə bilər. İş həyatında bugün sizin peşəkarlığınızın və təşkilatçılıq qabiliyyətinizin zirvədə olduğu bir zamandır. Mürəkkəb layihələri idarə etmək, strategiya qurmaq, rəsmi qurumlarla olan işləri həll etmək və ya uzun müddətli müqavilələr imzalamaq üçün mükəmməl imkanlar yaranacaq. Rəhbərlik və iş tərəfdaşlarınız sizin soyuqqanlılığınıza və məsələlərə praqmatik yanaşmanıza tam etibar edəcəklər. Əgər karyeranızda yeni bir pilləyə qalxmaq, vəzifə artımı və ya öz biznesinizi genişləndirmək planınız varsa, bugünkü addımlarınız çox sağlam bəhrə verəcək. Tələsməyin, hər detallı incəliyinə qədər hesablayın. Sizin daxili intizamınız kollektivdə də bir nizam yaradacaq. Əməyinizin qiymətləndirildiyini görmək daxili özünə inamınızı daha da artıracaq. Maliyyə mövzusunda oğlaqlar həmişə təmkinlidir və bugün də həmin prinsip öz sözünü deyəcək. Büdcənizi düzgün bölüşdürmək, gələcək yatırımları planlaşdırmaq və lazımsız xərclərin qarşısını almaq sahəsində daxili hissiyatınız çox dəqiq işləyir. Daşınmaz əmlak, uzun müddətli əmanətlər və ya biznesin inkişafı üçün yatırılan pullar gələcəkdə sizə böyük dividendlər gətirəcək. Gözlənilən bir ödənişin, maaş artımının və ya gördüyünüz böyük bir işin maddi qarşılığının əlinizə keçməsi ehtimalı yüksəkdir. Riskli qumarlardan və süni maliyyə tələlərindən uzaq durun. Sizin maliyyə düsturunuz yalnız real və zəhmətə söykənən qazanclardır. Fiziki baxımdan sümüklər, oynaqlar, dizlər və dişlər bugün xüsusi diqqət tələb edir. Duruşunuza, qamətinizə fikir verin və uzun müddət eyni vəziyyətdə oturmaqdan çəkinin. Əgər oynaqlarınızda və ya belinizdə gərginlik hiss edirsinizsə, yüngül dartınma məşqləri və ya yürüyüş etmək faydalı olacaq. İş həyatındakı aşırı gərginlik və məsuliyyət yükü günün sonunda zehni yorğunluğa səbəb ola bilər. Özünüzə dincəlmək üçün vaxt ayırın, hər şeyi tək başına çiyninizdə daşımaq məcburiyyətində deyilsiniz. Axşam saatlarında təmiz havada olmaq və ya sakit bir mühitdə kitab oxumaq enerjinizi bərpa edəcək. Dolça. Bugünkü gün sizin üçün standart çərçivələri qırmaq, orijinal ideyaları həyata keçirmək və gələcəyə doğru cəsarətli addımlar atmaq günüdür. Uranın bəxş etdiyi o yenilikçi, azadlıq sevər və qeyri-adi baxış bugün hər addımınızda özünü aydın şəkildə büruzə verəcək. Hər kəsin eyni cür düşündüyü bir mühitdə fərqli bir bucaqdan baxmaq və heç kimin ağlına gəlməyən çıxış yollarını tapmaq tam olaraq sizin işinizdir. Son zamanlar daxilinizdə yığılıb qalan dəyişiklik istəyi bugün real addımlara çevrilir. Sosial çevrənizdə, dostluqlarınızda və ya ideoloji baxışlarınızda yeni bir səhifə açmaq üçün mükəmməl bir zamandır. Münasibətlər cəbhəsində bugün şəxsi azadlığa hörmət və intellektual bərabərlik ön plana çıxır. Əgər bir münasibətiniz varsa, partnerinizlə sıxıcı, vərdiş olunmuş qalıplardan uzaqlaşmaq istəyəcəksiniz. Birlikdə maraqlı bir mövzunu müzakirə etmək, texnoloji və ya sosial bir layihə haqqında konuşmaq, yaxud dost qrupuna qoşularaq vaxt keçirmək aranızdakı bağı daha da canlandıracaq. Sizin üçün sevgi ilk növbədə dərin bir dostluqdur. Partnerinizə qarşı baskı etmədən, onun da fərdi azadlığına yer ayıraraq göstərəcəyiniz yanaşma aranızdakı etibarı pik nöqtəyə qaldıracaq. Subay dolçalar üçün isə bugün sosial şəbəkələrdə, onlayn icmalarda, elmi və ya yaradıcı mühitlərdə gözlənilməz tanışlıqlar vəd edir. Qarşı tərəfin xarici görünüşündən çox, onun zehni dərinliyi, fərqli dünya görüşü və orijinal duruşu diqqətinizi çəkəcək. Sıradan flörtlər sizi darıxdıra bilər, sizə beyin fırtınası edə biləcəyiniz, həyata sizin kimi qeyri-adi pəncərədən baxan kimsə lazımdır. Günün gətirəcəyi sürpriz bir mesaj və ya söhbət yeni bir heyecanın başlanğıcı ola bilər. İş həyatında bugün innovasiyalar, texnologiyaları, sosial layihələr, komanda işi və futuristik ideyalar günün ana mövzusudur. Əgər köhnəlmiş metodlarla işləyən bir sistemin içindəsinizsə, bugün həmin sistemi daha modern və sürətli hala gətirəcək təkliflərlə çıxış edə bilərsiniz. Sizin novator yanaşmanız rəhbərliyin və ya investorların diqqətindən qaçmayacaq. Kollektivlə, dostlarla və ya ortaq ideyaya xidmət edən komandalarla işləmək tək başına çalışmaqdan daha böyük uğur gətirəcək.
Çətinliklər qarşısında mühakimə yürütmədən obyektiv və soyuqqanlı təhlil aparmaq bacarığınız böhranları anında həll edəcək. Azadlığınıza toxunulmadığı müddətcə bugün ortaya qoyacağınız işin keyfiyyəti hər kəsi təəccübləndirə bilər. Maliyyə sahəsində bugün texnologiya, onlayn biznes, freelans layihələr və ya yeni nəsil investisiya vasitələri vasitəsilə gəlir əldə etmək imkanları yaranacaq. Əgər rəqəmsal sahədə və ya innovativ proyektlərdə çalışırsınızsa, gözlənilməz maliyyə axını baş verə bilər, lakin eyni zamanda riskli və sonu qeyri-müəyyən olan ani maliyyə macəralarına atılmaqdan çəkinin. Anlıq həvəslə texnoloji gadjetlərə, bahalı elektronika əşyalarına və ya dostlarla keçirilən hay-küylü məclislərə böyük məbləğlər xərcləyə bilərsiniz. Büdcənizi gələcək planlarınıza uyğun şəkildə balansa salmaq və ağıllı qənaət strategiyası seçmək sizin üçün daha faydalı olacaq. Sağlamlıq mövzusunda bugün sinir sistemi, ayaqlar və qan dövranı xüsusi diqqət tələb edir. Yüksək zehni aktivlik və durmadan düşünmək günün sonunda yuxusuzluğa və ya daxili gərginliyə yol aça bilər. Ekran qarşısında keçirdiyiniz vaxtı azaltmaq və zehni bir anlıq söndürmək çox vacibdir. Ayaq biləklərinizi qoruyun, aşırı fiziki yüklənmələrdən qaçın. Açıq havada yürüyüş etmək, təmiz hava almaq və meditativ musiqilər dinləmək daxili balansınızı bərpa edəcək. Bədəninizin enerjisini bərpa etmək üçün axşam saatlarını sakit və sizi yormayan insanlarla keçirmək ən yaxşı seçimdir. Balıqlar. Bugünkü gün sizin üçün daxili aləminizlə tam ahəngdə olmaq, yaradıcılıq potensialınızı üzə çıxarmaq və həyatın gizli incəliklərini hiss etmək günüdür. Neptunun sizə bəxş etdiyi o sonsuz təxəyyül gücü, dərin intuisiya və emosional zəka bugün hər addımınızda özünü göstərəcək. Əgər son zamanlar həyatın sərt, maddiyatçı və təlaşlı ritmindən yorulmuşdunuzsa, bugün ruhunuzu dincəltmək, ilham pərlərinizi qarşılamaq və həyatın axarına güvənmək üçün mükəmməl imkanlar yaranır. Bugün sizin intuisiyanız heç bir məntiqin çatmayacağı həqiqətləri sizə fısıldaya bilər. Ətrafınızdakı insanlara göstərəcəyiniz empati və şəfqət isə sizi sadəcə sevimli deyil, həm də əvəz olunmaz edəcək. Münasibətlər cəbhəsində bugün romantika, nağılsı anlar və dərin emosional birləşmə ön plana çıxır. Əgər bir münasibətiniz varsa, partnerinizlə aranızdakı bağ sözlərdən daha çox baxışlarla, kiçik jestlərlə ifadə olunacaq. Birlikdə sakit bir mühitdə vaxt keçirmək, dəniz kənarında gəzmək və ya sevimli musiqinizin sədaları altında ruhunuzu dincəltmək aranızdakı bütün soyuqluğu və ya anlaşılmazlıqları əridəcək. Qarşı tərəfi olduğu kimi qəbul etmək və ona qarşılıqsız sevgi göstərmək həvəsiniz yüksəkdir. Lakin diqqət yetirin, həddindən artıq fədakarlıq edərək öz ehtiyaclarınızı arxa plana atmayın və xəyal dünyasında yaşayıb real faktları gözlərdən qaçırmayın. Subay balıqlar üçün isə bugün təmiz və sehrli bir duyğunun təməli qoyula bilər. İncəsənət mühitlərində, dəniz və ya su kənarında, yaxud mənəvi-psixoloji mövzulu bir toplantıda qarşılaşacağınız kimsə dərhal diqqətinizi çəkəcək. Aranızda sanki uzun illərdir bir-birinizi tanıyırmış kimi dərin bir ruhsal yaxınlıq hiss edə bilərsiniz. Hisslərinizə güvənin, lakin qarşı tərəfi gözünüzdə həddindən artıq ilahiləşdirmədən onu real xüsusiyyətləri ilə tanımağa vaxt verin. İş həyatında bugün yaradıcılıq, emosional zəka, incəsənət, psixologiya, dizayn və ya yardımsevərlik tələb edən sahələrdə tam mənası ilə parlayacaqsınız. Məntiqin və quru rəqəmlərin tıxandığı yerlərdə sizin gətirəcəyiniz orijinal, intuitiv həll yolları və fərqli baxış bucağı layihələri böhranlı vəziyyətdən çıxaracaq. Əgər tək başına çalışmağınız, yazmağınız, yaratmağınız və ya araşdırma aparmağınız lazımdırsa, bugünkü daxili fokuslanmanız böyük nəticələr verəcək. Lakin rəsmi sənədlər, müqavilələr və ya dəqiq hesabatlar üzərində işləyirsinizsə, diqqətli olun. Dalğınlıq və ya diqqətsizlik səbəbindən xırda xətalar buraxmamaq üçün detalları 2 dəfə yoxlamaq və ya etibarlı bir həmkarınızdan yardım istəmək faydalı olar. Maliyyə sahəsində bugün dalğalanmalara qarşı ehtiyatlı olmaq lazımdır. İntuisiyanız sizə pul qazanmaq üçün maraqlı və qeyri-adi ideyalar pıçıldaya bilər, xüsusən də yaradıcı sahələrdən gəlir əldə edən balıqlar üçün uğurlu maliyyə axını gözlənilir. Lakin eyni zamanda acıma hissi və ya emosional kövrəklik səbəbindən büdcənizə uyğun olmayan xərcləmələr edə bilərsiniz. Kiməsə kömək etmək istəyiniz təqdirə layiqdir, lakin öz maliyyə təhlükəsizliyinizi təhlükəyə atmamalısınız. Süni maliyyə təkliflərinə, tez qazanc vəədlərinə və qeyri-müəyyən investisiyalara qarşı ehtiyatlı olun. Pulunuzu qorumaq üçün emosiyalarınızla deyil, real faktlarla hərəkət edin. Bədəniniz bugün ətrafdakı enerjilərə və mühitə qarşı çox həssasdır. İmmunitet sistemi, ayaqlar və maye balansı ekstra diqqət tələb edir. Bədəninizin toksinlərdən təmizlənməsi üçün bol su qəbul etmək, təbii qidalara üstünlük vermək və keyfiyyətsiz qidalardan uzaq durmaq vacibdir. Ruhsal və mental dincəlmək bugün fiziki sağlamlığınız qədər əhəmiyyətlidir.
Suyun gücündən istifadə edin. İlıq vannada vaxt keçirmək, dəniz havası almaq və ya meditativ musiqi dinləmək daxili gərginliyi anında yox edəcək. Yuxu rejimizə diqqət yetirin. Bugün görəcəyiniz yuxular belə sizə vacib mesajlar verə bilər. Bədəninizi və ruhunuzu qoruyaraq günü dinç şəkildə yekunlaşdırın.